25 noyabr Kəlbəcər şəhər günüdür. Bu gün bütün kəlbəcərlər üçün, o cümlədən Azərbaycan xalqı üçün xüsusi mənaya malik tarixi bir gündür. 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra minlərlə sakin öz doğma yurd yuvasından didərgin düşmüş, illərlə doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşamışdır. Bu həsrətə məhz 25 noyabr 2020-ci il tarixində son qoyuldu. 2020-ci ilin 27 sentyabrından başlanan Vətən müharibəsində əldə etdiyimiz zəfər nəticəsində Kəlbəcər rayonu döyüşsüz və tam şəkildə Azərbaycanın nəzarətində geri qaytarıldı. Bu səbəbdən 25 noyabr tarixi Kəlbəcərin şərəf günü kimi qeyd olunur. Təbiəti ilə seçilən Kəlbəcər Azərbaycanın ən gözəl bölgələrindən biridir. Dağları, yaylaqları, meşələri, bulaqları və xüsusilə məşhur isti su, mineral su mənbələri ilə tanınan bu region həm də tarixi abidədir. Qədim kilsələr, körpülər və məqbərələrlə zəngindir. Kəlbəcərin bərpası və yenidən canlanması həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan ölkə üçün böyük əhəmiyyət daşıyır. Kəlbəcərin geri qaytarılması Azərbaycan tarixinə sülh yolu ilə əldə olunur. Ondan böyük qələbə kimi daxil oldu. Rayonun azad edilməsindən sonra ərazidə təhlükəsizlik tam təmin olundu və geniş miqyaslı yenidən qurulma layihələri həyata keçirilməyə başladı. Uzun illər işğal altında qalan kənd və qəsəbələr dağıdılmış vəziyyətdə olsa da dövlətimiz tərəfindən infrastrukturun bərpası, yolların çəkilməsi, su, elektrik və qaz xəttlərinin yenidən qurulması istiqamətində sürətli işlər apardı. Azad olunmuş torpaqlara qayıdışı təmin edən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərdə müasir yaşayış müəssisələri, ağıllı kənd layihələri, sosial obyektlər və yeni məktəblər inşa olundu. Artıq ilk mərhələ üzrə 81 ailə doğma Kəlbəcərimizə qaytarılır və bu proses mərhələli şəkildə davam etdirilir. Yaxın vaxtlarda daha 27 ailənin köçürülməsi planlaşdırılır. Məcburi köçkünlər üçün rahat və müasir yaşayış şəraiti yaradılıb ki, insanlar uzun ayrılıqdan sonra öz doğma torpaqlarında qayıdıb yenidən həyat qurmağa başlasınlar. Bu gün Kəlbəcər şəhər günü yalnız bir qələbə günü deyil, həm də 30 ilə yaxın davam edən həsrətin bitdiyi, insanların öz doğma torpaqlarına qayıtmağa başladığı bir ümid və sevinç günüdür. Kəlbəcər yenidən dirçəlir və bu torpaqların sahibləri öz yurdlarında yeni həyat qurmaq üçün böyük ruh yüksəkliyi ilə geri dönürlər.